İslam Peyğəmbəri Allahın əmri ilə zəmanəsinin ən güclü mediasını, izahlı desək, minbər və xütbə sistemini yaratmışdı. Qəzet, jurnal, televizor, radio və interneti mövcud olmadığı bir zamanda minbər Peyğəmbərin əsas media silahı idi. Bu sistem zəmanəsində o qədər güclü və təsirli idi ki, hətta çöl ərəblərini belə məlumatla təmin etməyə imkan verirdi. Cümə namazına toplaşan insanlar baş verən son hadisələrdən və Allahın nazil etdiyi yeni ayələrdən xəbərdar olurdular. Minbər, müasir dildə desək media, Peyğəmbərin nəzarətində olduğuna görə buradan insanlara Allahın kəlamı, haqq və ədalət prinsipləri təbliğ olunurdu. Lakin Allah və Peyğəmbəri çox gözəl bilirdi ki, bu media qüdrəti münafiqlərin əlinə keçsə, onlar insanları haqdan uzaqlaşdırıb, batil yola tərəf yönəldəcəklər. Məhz bu səbəbdən minbər sahibi Peyğəmbər və ondan sonra Əhl-i-Beyt təyin edilmişdi. Lakin Peyğəmbərin vəfatından sonra bəzi tayfalar hakimiyyəti və minbəri zorla ələ keçirdilər və beləcə media qüdrəti müxaliflərin nəzarətinə keçdi. Əhl-i-Beytin çətin dövrü də elə bundan sonra başladı. Müaviyə çox gözəl bilirdi ki, Əli əleyhissalamı cəmiyyət arasında gözdən salmasa, onun xəlifəliyini heç kəs qanuni hesab etməyəcək. Beləcə Peyğəmbər minbəri Əli əleyhissalamın söyülüb, lənətlənməsi üçün istifadə edilməyə başlandı. Nəticəsi isə hər kəsə məlumdur. İslamı ilk qəbul etmiş və Peyğəmbərdən sonra bəşərin ən üstünü olan Əli əleyhissalam namaz üstündə şəhid edilərkən Şam cəmaatı təəccüblə Əli məgər namaz qılırdı sualına cavab tapmağa çalışırdı. Media qüdrəti hətta Əli əleyhissalam kimi bir şəxsiyyəti cəmiyyətə, nəuzubillah mürtəd, Muaviyyəni isə vəhiy katibi kimi tanıtdırmağa qadirdir. Hazırda da İslam düşmənlərinin ən böyük silahı media qüdrətidir. Onlar Hacı Qasım kimi şəxsiyyəti və Fələstin müqavimətinin terrorçu, İsraili isə məzlum və sülhsevər kimi təqdim edirlər. Hüseyniyun təşkilatı məhz bu analiz və hesablamalara əsasən media qüdrəti yaratmaq qərarına gəldi və Azərbaycan Araşdırma Mərkəzi də bundan sonra fəaliyyətə başladı. Mən rəhbər müəzzəmlə, Hamiyə ilə 7 dəfə görüşmüşəm. Dua edilmişik, salamdıra göndər. Dedi hər şey, sizin bir vəzifəmiz var. Allah nə qədər küfr, öz adət ənənələrini istəyir ki, müsəlmanlar üçün vacib bilsin, siz de şiyyəçiliyi vacib bilin. Ancaq vəzifəmiz şiyyəçiliyi orada qorumaq olsun. Rəhbər müəzzəm Ayətullah Xamneyi Həzrətlərinin Hacı Əlikram Əliyevə verdiyi şiəliyi qoruyun tapşırığına Hüseyniyun təşkilatı da bu cür əməl edir. Bu o deməkdir ki, cızdığımız planlar və gördüyümüz işlər birbaşa və ya dolayısı yolla rəhbərin əmridir. Düşmənlər və onların dəyirmanına su tökən şəxslər Hüseyniyunun bu fəaliyyətinə ciddi cəhdlə mane olmaq istəyirlər. Axirət zamanda fitnə və imtahanların ağır olduğunu nəzərə alaraq deməliyik ki, möminlər ciddi şəkildə ayıq sayıb olmalı və düşmənlərin bizim içimizdəki əlaltılarını yaxşı tanımalıdırlar. Əgər məsələyə yumşaq yanaşsaq, 1400 il əvvəl şamlıların Əli əleyhissalam barədə verdiyi "Məgər Əli namaz qılırdı" sualını bu gün Əli tərəfdarlarının barəsində verəcəyik.